Salam, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin mərkəzi Aran Göyçay Təşkilatının sədri olaraq öz xalqımı mən də bugünkü gün münasibətilə 8 noyabr 2025-ci ildə təbrik edirəm. Bugün Zəfər Bayramı günüdür. Bizim Azərbaycan ordusu düşmən üzərində zəfər çalıbdır və mən bu günlərim Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarına minnətdarlıq edirəm. Ona görə ki, o bizim ordunun başçısı oldu. O dəmir yumruğu ilə xalqımızı, hər bir insanı belə deyək ki, döyüş bölgəsinə döyüşməyə cəlb elədi. Könüllülər çox oldu, hədsiz dərəcədə. Və hətta biz özümüz, yəni bugünkü günü bu Zəfər Bayramında xalqımızı, millətimizi təbrik edirəm və onlara bir daha qanlı qadalı günləri görməmək üçün çağırıram. Allah bizləri bir daha belə qanlı qadalı gün göstərməsin xalqımıza. Biz də öz növbəmizdə, yəni xalqımızın bir könüllü nəzarətçi olaraq xalqımızın dəstəyindəyik. Bir daha xalqımızı təbrik edirəm. Xalqımıza əmin-amanlıq arzulayıram və İctimai Birliyimizin də hörmətli sədri Təyyar müəllimə də minnətdaram ki, bu günlərin bəli, bu insanları bir araya yığıb cənab prezidentimizin çağırışına qoşularaq xalqımıza dəstəyik. Məndən bu qədər, sağ olun. Hörmətlər, Göyçay Təşkilat sədri Şahnəzər Səlimov.